Bismillahirrahmanirrahim. Dəyərli müsəlmanlar, insan qəlbindəki xəstəliklərdən biri olan həsədin necə böyük bir günah olması barədə danışdıq. Bilmək lazımdır ki, nemətə malik olan kəslərə insanın dostları, qohumları və yaxınları həsəd apara bilər. Dahi Nizami buyurur ki, kim ki ad qoymuşdur qoca dünyada, onu öz dostları vermişdir bada. Ay üzlü Yusifi yad edin barı, ona quyu qazdı öz qardaşları. İsa ki insanlıq elmində təkdi, hər bir Yahudidən cəfalar çəkdi. Əhməd ki rəhbəri oldu ərəbin, çəkdi cəfasını Əbu Ləhəbin. Əzəldən dünyanın bir qaydası var, bal tutan barmağı arılar sancar. Allah Rəsulu sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, hər bir nemət verilmiş kəsə həsəd aparılır. Əvvəlki söhbətimdə qeyd olunanlar həsədin zərərləri ilə bağlıdır. Yaxşı, bəs indi həsədi necə dəf etmək olar? Necə etmək olar ki, həsəd aparan adamların şərindən qorunaq? Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, insanın içərisində həsəd yaranırsa, bunu müalicə etmək üçün qarşı tərəfə dua etməlidir. Bu yolla o öz həsədinə qalib gələ bilər. Misal üçün, qardaşın yeni bir maşın alıb özünə, sən də görürsən qəlbində həsəd hissləri yaranır. Dərhal həsədini boğmaq üçün qardaşın üçün xeyirli dualar eləməlisən. Deyirsən ki, Allahım, onu bu miniyinə bərəkət ver. Allahım, onu xatadan, baladan qoru. Ona daha yaxşı maşın nəsib elə. Belə etsən, öz həsədinə qalib gələcəksən. Həsəd aparan adamın şərindən qorumağa gəlincə isə, böyük İslam alimi İbn el-Qayyim el-Cəvziyyə rahiməhullah həsədi dəf etməyin 10 yolunu qeyd etmişdir. Birincisi, həsəd aparanın şərindən Allaha sığınmaq və ona yönəlmək. Fələq surəsini oxumaq lazımdır. Uca Allah buyurur ki, Qul ə'udhu bi rabbil fələq. De ki, sığınıram sübhün Rəbbinə. Min şərri mə xalaq. Yaratdıqlarının şərindən. Və min şərri qasiqin izə vaqab. Çökən zülmətin şərindən. Və min şərrin nəffəsəti fil uqad. Düyünlərə üfürən cadügər qadınların şərindən. Və min şərri həsidin izə həsəd. Bir də həsəd apararkən paxılın şərindən. İkinci səbəb Allahdan qorxmaqdır. İnsan Allahdan qorxursa, onun əmr və qadağalarına riayət edirsə, Allah onu qoruyur. Uca Allah Ali-İmran surəsinin 120-ci ayəsində buyurur ki, وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا. Əgər səbr etsəniz və Allahdan qorxsanız, onların hiləsi sizə heç bir zərər yetirməz. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Abdullah ibn Abbas radiyallahu anhumaya buyurur ki, Allahın hüdudlarını qoru, Allah da səni qorusun. Allahın hüdudlarını qoru, Allaha önündə taparsan. Yəni Allah sənə yardım edər. Allah da bir adama yardım edərsə, həmin adama heç kim zərər yetirə bilməz. Üçüncü səbəb, düşmənçilik edən adama səbr etmək. Biri görürsən ki, sənə həsəd aparır, sənə pislik etmək istəyir, səbr elə. Ona qarşılıq vermə, ona əziyyət verməyə çalışma. Çox vaxt həsəd aparana qarşı səbr edən sonda qalib gəlir. Az öncə qeyd etdiyim ayə necə idi? Əgər səbr etsəniz və Allahdan qorxsanız, onların hiləsi sizə heç bir zərər verməz. Ona qarşılıq verəndə isə artıq fitnə böyüyür. Dördüncü səbəb Allaha təvəkkül etməkdir. Uca Allah Ət-Talaq surəsinin 3-cü ayəsində buyurur ki, وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allaha təvəkkül edərsə, o ona yetər. Allaha güvən, ona arxayın ol. İnan ki, Allah səni qoruyacaq, sənə yardım edəcək.
Belə etsən, həsəd aparanlar sənə heç nə edə bilməyəcəklər. 5-ci səbəb, həsəd edən adam və onun etdiyi əməllər barədə düşünməmək. Yəni, biri sənə paxallıq eləyir, həsəd aparır, sənə quyu qazır, çalış bu barədə düşünmə. Hər dəfə yadıva düşdükdə tez bunu unutmağa çalış. Bunun fikrini çəkmə. Qorxma ki, birdən mənə nəsə olar. Qəlbini bu istiqamətdə məşğul etmə. Sən yaxşı işlər görməkdə davam elə və çalış bununla məşğul olasan. 6-cı səbəb, Allaha ixlasla, səmimi qəlblə yönəlməkdir. Biri sənə həsəd aparır, pislik eləmək istəyir, sən Allaha yönəl, ixlasla ona ibadətləri artır. Allahın səni sevməsinə çalış. Allah səni sevərsə, heç kim sənə heç bir şey edə bilməyəcək. 7-ci səbəb, düşmənlərinin səbəb olduğu günahlardan tövbə etmək və həmin günahlara son qoymaqdır. Uca Allah Əş-Şura surəsinin 30-cu ayəsində buyurur ki, وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ إِلَّا بِمَا كَسَبَتْ أَيْدِيكُمْ Başınıza gələn hər bir müsibət əllərinizlə qazandığınız günahlara görədir. Günahlara son qoymaq lazımdır ki, başqalarının sənə həsəd, paxıllıq və pisliklərindən yaxa qurtara biləsən. 8-ci səbəb, imkan dairəsində sədəqə və yaxşılıqlar etməkdir. Sədəqə və yaxşı işlər görmək insanın başına gələ biləcək bəlaların qarşısını alır. İnsanı gözdəymədən və həsəddən qoruyur. 9-cu səbəb, bu da ən çətin səbəbdir, çoxları bunu eləyə bilmir. Bu da nədir? Sənə həsəd, paxıllıq və pislik edən adama yaxşılıq etmək. Atalar deyib ki, yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq nər kişinin işidir. Görürsən, biri sənə həsədindən dolayı pislik eləyir. Çalış sən ona yaxşılıq elə. O pisliyini artırdıqda sən də yaxşılığı artır. Onda sənin düşməninin bir də gördün dəyişildi və öz əməlindən utandı, sənə dost oldu. Pisliyə pisliklə qarşılıq versən, əksinə düşmənçilik və ədavət daha da artacaq. Düşmənlər də baxıb sevinəcək. Uca Allah Fussilət surəsinin 34-cü ayəsində buyurur ki, yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et, o zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Nəhayət 10-cu və sonuncu əsas məqsəd də tövhidi təmizləmək və səbəblər barədə düşünməməkdir. Səbəbkar olan Allah barədə düşünmək lazımdır. İman gətirmək lazımdır ki, nə baş verirsə Allahın izni ilə baş verir. Allahın izni olmadan heç kim nə bir xeyir verə bilər, nə də ki bir zərər. Allahın istəyi ilə insanın başına hər bir müsibət gəlir. Allahın istəyi ilə də aradan qalxır. Əl-Bəqərə surəsinin 102-ci ayəsində Rəbbimiz sehirbazlar barəsində buyurur ki, lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Peyğəmbər sallallahu aleyhi və səlləm də Abdullah bin Abbas radiyallahu anhumaya buyurur ki, bil ki, bütün insanlar yığışıb sənə bir pislik etmək istəsələr, Allahın sənə yazdığından başqa heç bir pislik edə bilməzlər. Ona görə də rahat ol, qəlbini Allahla bağla. Vəssalam, bil ki, tövhidə bağlı olmaq Allahın ən möhkəm qalasına sığınmaq deməkdir. Bu qalaya sığınan kəs həm bu dünyada, həm də axirətdə zəfər qazanmış olacaq. Fudayl ibn İyad rahimehullah deyir ki, kim Allahdan qorxarsa, hər kəs ondan qorxar. Kim də Allahdan qorxmazsa, Allah onu hər şeylə qorxudar. Uca Allahdan diləyirəm ki, bizləri həsəd aparanlardan qorusun. Allahım, bizləri həsəd aparanların şərindən qoru, həmçinin bizi kiməsə həsəd aparmaqdan qoru. Allahım, bizləri güdən, bizlərə hiylə quran, yaxşı əməllərimizdən danışmayan, səhvlərimizi isə hər tərəfə yayan hiyləgər dostlardan qoru. Heç şübhəsiz ki, sən hər şeyə qadirsən. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.